Ay gedə, sən də qəribə bir həyasan. Neçə dəfə mənə söz veribsən ki, oğurluq eləməyəsən. İndi bu nə işdir? Bu kasıb bədbəxtin öküzünü aparıbsan, binəvanı əli qoynunda qoyubsan. Bəy, and olsun o görkən İmamzadəyə. Mənim xəbərim yoxdur. Ha məlum, utanmırsan yalandan and içirsən? Doğrusunu de görüm, sən mi aparıbsan? Bəy, and olsun səni və məni yaradana. And olsun Qurana, xəbərim yoxdur. Doğrusunu de, yoxsa səni yıxdırıb o qədər döydürərəm ki, bir ay yorğan döşəkdə qalarsan. İxtiyarım var ha bəy. Amma and olsun 12 imama, peyğəmbərə xəbərim yoxdur. Bəs belə, ay uşaqlar, vurun məlun oğlu məlunu. Yasavullar oğrunu yıxıb çox döyürlər. Ay ağa, qoyma, məni öldürdülər, doğrusunu deyim. Uşaqlar, əldən qoyun, dur ayağa. Ay ağa, öldürmə məni. And olsun atam getdi Kərbəlaya, xəbərim yoxdur. Basın yerə, gərək ağlın başına gəlincə səni döydürüm. Vurun. Yasavullar yenə yıxıb döyürlər. Bəy, məni balalarının başına çevir. Ay, ay, vay öldüm, vay çatladım. Atam sənə qurban, ha bəy, öldürmə məni. Doğrusunu deyirsənmi, heyvan oğlu heyvan? Deyərəm, qurbanın olum, hamısını deyərəm. Dırğızın bu kafir oğlunu. De, söylə görüm. Ha bəy, Həzrət Abbas mənim iki qolumu qələm eləsin. Əgər o öküzdən mənim xəbərim varsa. Siz çölə çıxın. Ha gedə, yavuğa gəl. Lotu, mən ölüm oğrusunu de, öküzü sən mi aparıbsan? Ağa, qurbanın olum. Mən ölüm niyə deyirsən? 100 elə öküz qurban olsun sənin bir tükünə. Mən aparmışam. Axşam satılan oğurluq maldan bir istabın payı qumar oynadığı vaxt gətirilib özünə verildi.